Azərbaycanı bugün atxodlar idarə edir. Atxod birinci sizin özünüzsünüz. Bu senin üzüne. Kişin özüne sen. Şerefsiz oğulaş. Rusya gidenler kimlerdir? Bizim cemiyetin atxodlarıdır. O gidip pazarda şey diyemez. Sen kimsən vapşı? Kimsən? Sen xalqın nümayəndəsən, alçaq. Sən deputat, niyə özünə o sualı vermirsən ki, niyə mənim xalqım, niyə Rusiyanın bazarlarında? Azərbaycanda şərait yaratsız bugünkü gündə bizim Rusiyada, orada, burada, Avropada nə işiniz var? Siz burada iş verseniz bize, biz burada işləyərik. Azərbaycanın yaxşı oğlanları, belə mənim deyən mərd oğlanları Avropadadır, Rusiyadadır. Когда что-то говоришь, надо думать. Yoldaş milletvekili, sence axı niye qara cemaatımız Rusiyanın soyuq bazarlarına tökülür? Yoldaş milletvekili, hansı sebepten seçiciler ac qalarkən seçilenlerin villaları tikilir? Yoldaş milletvekili, axı Milli Məclisdə büdcədən maaş alan hər deputat olmalı xalqının vəkili? Yoldaş milletvekili.